Salam hörmətli şagirdlər və abituriyentlər. Bugün biz sizinlə 9 mart 2026-cı il buraxılış riyaziyyat fənni üzrə sualların izahlarına baxacağıq. Suallar haqqında ümumi təəssüratlarımı bölüşək. Sualların asanlıq və çətinlik səviyyəsi asan suallara görə çox asan, çətin suallara görə də çox çətindir. Yəni demək olar ki, imtahanda orta aralığında sual təşkil etmirdi. Yəni asan suallar çox asan idi, çətin suallarda çox çətin suallar idi. Rahat buraxılış tipli 20 sualı, yəni sırf blok üzrə hazırlaşanlar isə 20 üzəri yaza bilərdilər suallara baxımda. Birinci sualımız müxtəsər vurma düsturunun tətbiqidir. A-nın kvadratı çıxılsın B-nin kvadratı düsturunu tətbiq etməliyik. Belə ki, A çıxılsın B və A üstə gəlinsin B şəklində göstərilməli idi. Buradan da 756 vurulsun 900 bölünsün 378 bizə 1800-ü verəcəkdir. Yəni birinci sualın cavabı C bəndə olacaqdır. Deməndə olan B variantıdır. Sağ olsun Vahid müəllim yığıb bizim üçün. Yəni başqa variantlarda suallar yenə də eyni olmaq şərti ilə yerləri fərqlidir. Siz öz sual kitabçanıza uyğun yerlərini müəyyənləşdirib yoxlaya bilərsiniz. Yazıb ki, silsilə fərəqini tapın. D-nin belə bir düsturu var. A-nin çıxılsın AK bölünsün N çıxılsın K. O zaman D bərabərdir A28 çıxılsın A13 bölünsün 28 çıxılsın 13. Buradan da yerinə yazacaq. 28 çıxılsın 58 bölünsün 15 yazacağıq. Buradan da -2 olacaq. Belə yazırıq. Sonra növbəti sual, 63-cü sual. Yazıb ki, ifadəni hasil şəklində göstərin. Bu sual trigonometriyada olan cəmin hasilə keçmə düsturudur. Bilirik ki, kosinus alfa üstə gəlinsin kosinus beta düsturunun açılışında 2 kosinus alfa plus beta böl 2 vurmaq kosinus alfa çıxaq beta bölmək 2 yazırıq. Buradan 2 kosinus 38 plus 18 böl 2 vurulsun kosinus 38 çıxılsın 18 bölmək 2 yazacağıq. Buradan da 2 kosinus 28 vurulsun kosinus 10 yazırıq. Düzgün cavab D bəndi olacaqdır. 64-cü sual. ABC üçbucağında MN AC-yə paralel olarsa, deməli burada bizdə Fales teoreminin qaydasını tətbiq etməliyik və yaxud da başqa sözlə desək, oxşarlıq qaydasına istifadə etməliyik, paralellik xassəsindən istifadə etməliyik. Belə ki, verilənlərə görə MN-in uzunluğunu tapdıqda oxşarlıqdan alınacaq ki, MN-in AC-yə nisbəti BE-nin BC nisbətinə bərabərdir. X bölmə 20 bərabərdir 8 bölmə 25 yazsa, bunları 5-ə bölsək, buradan da X-in cavabı 6,4, yəni A variantı alınacaq. Sonra 65-ci sual. Prizmanın həcmini verib bizə 120, hündürlüyü 8-dir. Prizmanın oturacağının sahəsini istəyib. Bu da çox asan sual kimi iştirak edirdi. Hazır düsturda yerinə qoyub hesablayırıq. Belə ki, 120 bərabərdir 8 vurulsun S oturacaq. Buradan da S oturacağın sahəsi 15 olacaq.
Sonra 66-cı suala baxaq. Yazıb ki, eni 40, uzunluğu k olan düzbucaqlının perimetrini tapın. Deməli, 66-cı sual. Eni 40-dır, uzunluqda k-dır. Biz də bilirik ki, perimetri 2 vurulsun. A üstə gəlsin, B üstə ilə tapılır. Buradan 2 vurulsun. 40 plus k ilə göstəriləcəkdir. 67-ci sual. 17 daxildir, lakin 23 daxil deyil. Bu arada olan ədədlərin sayının tapılma düsturu sadəcə B çıxılsın A ilə göstərilir. Əgər A, B verilmişdirsə, 23-dən 17 çıxıb 6 yazırıq. Düsturu yadından çıxardan uşaqlar 17-dən 21-ə, daha doğrusu 22-yə qədər də yazıb tapa bilərlər. 68. Bir məsələdə seçən fərqi yoxdursa, həmin məsələ kombinezonla həll olunur. Belə ki, kombinezon 24-dən 2, 24 vurulsun 23, 1 vurulsun 2. Bunlar da gedəcək. Mümkün 23-ə vurduqda 276, düzgün cavab C bəndi olacaqdır. Sonra, deməli, növbəti suala baxaq. Deyir ki, 40% ifa olan 4,5 vurulsun. 1 tam üstəki. Birinci onda 45 yazıraq, çevirək. Bu da 3-də 5 deməkdir. Bunlar gedir 2 eləyir, bunlar gedir 15 eləyir. 15-i bölürük 2-yə 7,5 edir. 7,5-in üstünə 2,5 gəlirik, 10 edir. Sonra onu vururuq 100-ə, bölürük 40-a. Bunlar da gedir, düzgün cavab 25 alınacaq. 70-də. Biz bilirik ki, çevrə üzrə bizim belə bir qaydamız var ki, çevrədə eyni qövsə söykənən daxilə çəkilmiş bucaqların dərəcə ölçüləri bir-birinə bərabər olur. Bura 40 dərəcədirsə, avtomatik alfada 40 dərəcə olmalı idi. 71-ci sualda çox asan idi. Sinüs 60-ın qiyməti kök 3 bölmək 2-dir. Kosinüs 30-un da qiyməti kök 3 bölmək 2-dir. Bunlar bir-birini aparılacaq. Yəni islah olunacaq. Düzgün cavab Y bəndi olacaqdır. Sonra 72 nömrəli sual. Bu da asan suallar içərisinə daxil idi. Belə ki, 2 üstünə kök altında 4, 2 üstündə 2, o da bizə 4-ə verəcək. Düzgün cavab B variantı. 73-cü sual. Mənfi 2x kiçik bərabərdir 8. Hər tərəf mənfiyə vursaq, x b bərabərdir mənfi 4. Bu da mənfi 4-dən müsbət sonsuzluq olur. Ən kiçik tam həlli mənfi 4 olacaqdır. Bura qədər olan suallar müəyyən mənada, yəni ağırlıq baxımından heç də ağır suallar deyil. Yəni normal şəkildə oxuyan şagird yaza bilər. Hələ ki, çətin suallar rast gəlməmişik. Konusun doğranı 10 kök 3-ə bərabər oturacaq müstəvisi ilə 30 dərəcəli bucaq əmələ gətirir. Bizə deyir ki, konusun oturacağını radiusunu tapın. Deməli, bura 60 dərəcədir. Birinci növbədə biz 30 dərəcənin qarşısını tapmalıyıq. 30 dərəcə bucaq qarşısında duran katet hipotenuzun yarısına bərabər olur. Yəni, bura 5 kök altında 3-dür. Bu da 60-ın qarşısında duran katet olduğu üçün 5 kök altında 3-ü də kök altında 3-ə vuracaq. Nəticədə 15 alınacaq. Yəni, 74 nömrəli sualın cavabı 15 idi. Sonra 75 nömrəli sual. Üstü tənlidir və bərabərsizlik formasında veriblər. Yəni, üslü tənliyin bərabərsizlik, üslü bərabərsizlik formasında veriblər. Hər bir qüvvəti ayırırıq bu formada. Fikir verin, buradan biz 2 üstü x-i kənara çıxarsaq, 2 üstü vurulsun, yəni 2 üstü çıxılsın 6 olsa, 2 üstü 8 deməkdir. 8-dən də 6-ın çıxanda 2 qalır. Kənardan isə, yəni sağ tərəfdə isə 3 üstü x vurulsun 3 yazıb. Burada da 3 üstü x yazsaq. Buradan da 2 üstü x vurmaq 2 eksikdir 3 üstü x
vurmaq 2 olar. Çünki 3x mötərizə xaricdən çıxsa, burada da 3 çıxılsın, 1 qalar. 2-lər ixtisar olunsa, x sıfırdan böyük şərtində, yəni qaydasında saxlamaqla verilən bərabərsizliyin ən kiçik həlli 1 olacaqdır ki, 2x-3 bərabərsizliyi ödənsin. Sonra 76 nömrəli sual. AB 2 rəqəmli ədədləri üçün kök altında AB natural ədəd olarsa, belə AB ədədlər arasında təsadüfə seçilmiş bir ədədin tək olması hadisəsinin ehtimalını tapın. Şolar, kök altında 2 rəqəmli ədədlər 4-ün kvadratından başlayır, çünki 3-ün kvadratı 9-dur. Növbətçi 25-dir, sonra 36-dır, sonra 49-dur, sonra 64-dür, sonra 81-dir. Ümumilikdə bizim tək qırağa, yəni verilən 2 rəqəmli ədədlər içərisində yaza biləcəyimiz, yəni seçim şansına görə 1, 2, 3, 4, 5, 6 dənə ədədimiz var. Yəni 6 ədəd içərisindən seçiləcək. Və bunların tək ədəd olması 6 dənənin 3 dənəsində tək ədəd olacaq. O da ehtimal 2/1 və yaxud da 0,5 edəcək. 77 nömrəli sual. Loqaritm 81 əsasa görə 8 bölünsün. Loqaritm 9 əsasa görə 32. Bunu belə yaza bilərik. Loqaritm 9 yazarıq. 2 bura gələr. Burada da 8 var. Burada da loqaritm 9 əsasa görə 32-dir. Yəni bunu bunun üstünə atsaq, yazarıq 2. Loqaritm 9 əsasa görə 8-in kvadratı, yəni 64. Bölünsün loqaritm 9 əsasa görə 32. Ümumiyyətlə, loqaritm tipli suallarda biz onları eyniləşdirməyə çalışmalıyıq. Yəni, eyni bir ifadəyə gətirməyə çalışmalıyıq. Aşağıda 2-nin qüvvəti şəklində yaza bilərik. Yəni 2-də 3 loqaritm, 3 əsasa görə 2. Burada da 5 loqaritm, deməli, daha doğrusu 9 əsasa görə 2. Burada 9 əsasa görə 2 yazsaq, bunlar gedər. Nisbətlərə görə də 2-də 3-ü 5-də 1-ə vursaq, cavab 0,3 edəcəkdir. Sonra 78 nömrəli sual yazıb ki, x bərabərdir mənfi 0,4 olduqda 10x kvadrat çıxılsın 5 modulda x plus 3 ifadəsinin qiymətini hesablayın. Burada sadəcə olaraq bizdən məsələdə veriləni aparıb yerinə yazıb tapmaq tələb olunur. Biz də onu edəcəyik. Onu vuracaq mənfi 0,4-ün kvadratına. Çıxacaq 5-i vuracaq 0,4-ə, üstünə 3 gələcək. Hesablamalardan sonra da son cavabda 2,6-nı almış olacaq. 79 nömrəli sual. Aralarındakı məsafə 34 km olan A və B məntəqələrindən deməli, ətraflılar başladı uşaqlar. Buradan sonra ətraflıların izahları gedəcək. A və B məntəqələrindən velosipedçi və piyada eyni zamanda qarşı-qarşıya hərəkətə başladı. Hərəkətə başlayan velosipedçinin sürəti piyadanın sürətindən 8 km çoxdur. Deməli, sürətlərdə biri V olsa, digəri V plus 8 olar. Velosipedçi A-dan 24 km məsafədə olan C məntəqəsindən isə piyadanın 0,5 saat tez çatarsa, piyadanın deyir, sürətinin nə qədər olduğunu deyir, hesablayın. Deməli, burada biz sistem tənlik quracağıq. Birinci növbədə S bərabərdir VT düsturumuz var. Əvvəla 34-dən 24 çıxacağıq ki, görək bunlarda məsafədə C məntəqəsinə görə C də fəktiki olaraq tutaq ki, burada olsun. Yəni, buradan bura 10-dur, buradan bura 24-dür. Buradan bura V vurulsun T olacaq. Bu isə V plus 8 və T çıxılsın 0,5 olacaq. Belə. Buna görə birinci sistemimizdə V vurulsun T 10 yazacağıq. Daha sonra isə ikinci sistemimizdə isə V plus 8
və t çıxılsın 0,5 hasilin bərabər edəcəyik 24-ə. Daha sonra sistem, buradan da belə bir sistem alınacaq. V kvadrat plus 360 çıxılsın 160 bərabərdə 0. Və buradan da sadələşdirilib həll etdikdən sonra V-nin sürəti 4 tapılacaqdır. 80-ci sual. Deyir ki, 24 nəfərdən ibarət işçi qrupunda olan qadınların yaşlanan ədəd ortası 21. Deməli, 21 nəfər X götürsək, 29 nəfər isə Y qəbul edək. Ümumilikdə 24 ədəd və say olaraq 24 nəfər var. Və onların ədəd ortasını bizə cavabın 26 veriblər. Bir də X plus Y 24-ə bərabərdir. Bunu da sistemlə işləyəcəyik. Bu sistemdən də həll etdikdən sonra Y-in cavabını 15 alacaqdınız. Sonra 81-ci sual. Deməli, funksiya bizə verilib. Kvadratik funksiyadır uşaqlar. Şəkli düz çəkək. Deməli, belə. H kvadrat bərabərdir M-in. Yazırıq. Burada verilən parabola kəsmə nöqtəsini qeyd edirik. H kvadrat bərabərdir M-in üstünə görə 5-in kvadratı bərabər olur. Bu X olsun, buraya isə 25X olsun. Nə üçün mənim? Çünki biri 25-dir, biri də -1, ona görə. 5-in kvadrat bərabər olacaq X vurulsun 25X-a. Buradan X-in qiyməti 1 tapılacaq. Parabolanın təpə nöqtəsinin apsisi X təpənin, yəni -1 bölmək 2-nın tapılması deməkdir. O da -1 ilə 25 toplayıb 2-yə böləcək. Düzgün cavab 12 alınacaq. Sonra 82 nömrəli sual. Yazıb ki, alfa və beta uyğun tərəflərə paralel olan müxtəlif adlı, qamma və f isə uyğun tərəflərə paralel olan eyni adlı bucaqlardır. Qammanın dərəcə ölçüsünü alfanın dərəcə ölçüsündən 20% azdır. 20% az olma 80% deməkdir. O da 5-də 4 deməkdir. Digəri isə 20% çoxdur. O da %120 deməkdir. O da 5-də 6 deməkdir. Deməli, da ki, bu alfa olsun, da beta olsun. 5-ə 4-ü bərabər edirik 5-də 6-ya, alfanı betaya. Bunlar gedir. 2 alfa bərabərdir 3 beta, alfa bərabərdir 3K, beta bərabərdir 2K. Bunlar toplarında 5K edəcək. 5K 180-dir, K isə 36-dır. Alfa və betanın hər birinin dərəcə ölçüsünü istəyir. Alfa olacaq 108, beta da olacaq 72. Sonra 83 nömrəli sual. ABC üst bucağında bucaq sayı 90 dərəcədir. Bura B-dir. Və yaxud da bunu A deyək. Bura B deyək. Bizə deyir ki, AD tənböləndir. CD-nin uzunluğu 2,4-dür. AB-nin uzunluğu isə 8,5-dir. Tənbölənin qaydası necə idi? Tənbölən yan tərəfləri oturacaqlarla mütənasib və ya eyni hissələrə bölürdü. Ona görə də burada biz qaydamıza əsasən 2,4K buraya yazarıq. 2 böləndə nisbətlər K olsun. DB-yə isə 8,5 bölmək K yazarıq. Mütənasibliyə görə SA BD üçbucağının sahəsi 2-1 vurulsun Y vurulsun X-la göstəriləcəkdir. Bu da bizə 2-1 vurulsun 20,4-dür, yəni 10,2-ni verəcəkdir. Bəli, o hardan gəldi? X-in 2,4-ə nisbəti 8,5-in 2-ə nisbəti. Yəni bunlar çarpaz vuranda
asanlıqla cavabı görə bilərsiniz. Sonra 84 nömrəli sual. Yazıb ki, nöqtələri birləşdirən parçanın orta nöqtəsi absisoxunun mənfi hissəsi üzərindədir. Yəni, mənfi x sıfırdır da, belə deyək. İndi burada x bərabərdir. K kvadrat çıxsın 8k plus 12 bölmək 2. Y isə k kvadrat çıx 12k plus 32 bölmək 2 yazacaq. Bunu da sıfıra bərabər etsək, nəticədə k kvadrat çıxsın 12k plus 32 bərabər 0 alaraq, buradan da k1 bərabərdir 4, k2 bərabərdir 8 alaraq. Və V teoreminə əsasən, əgər k4 olsa, x-imizin də cavabı, yəni absisoxunu kəsən mənfi nöqtə, mənfi 2 o deyər. Düzgün cavab mənfi 2 olacaqdır. Sonra 85 nömrəli sonuncu suala baxaq. Bizə deyir ki, Venn diaqramına görə A və B çoxluqlu elementləri verilmişdir. Kəsişməmiz B ilə A-nın fərqindən böyükdür. Deməli uşaqlar, yazarıq ki, 3x plus 4 böyükdür 19 çıxılsın 2x. Buradan x böyükdür 3-dən, 3 müsbət sonsuz olur. Digər halda isə 19 çıxılsın 2x böyükdür 0-dan, x kiçikdir 9,5 olur. 4, 5, 6, 7, 8 və 9 yazırıq. Daha sonra isə A ilə B-nin fərqin ən kiçik qiymətə görə, yəni 2 vurulsun 9 plus 5 ilə, yəni 23 ilə hesablayırıq. Daha doğrusu ən böyük qiymətə görə, B-yə görə, ən kiçik qiymətə görə isə, yəni 2-ni 4-ə vurub üstünə 5 gəlirik, 13 edir. Daha sonra isə son cavabda 23 ilə də 13 toplayacaq, düzgün cavab 36 eləyəcəkdir. Belə, 25 sualın izahını verdik. Növbəti video dərslərdə, inşallah növbəti həftə olan, inşallah ayın 15-i olan buraxılış imtahanında istifadə olunmuş suallara baxacağıq. Ayın 15-ində imtahan verə biləcək uşaqlar və yaxud da imtahan verəcək uşaqlar sualların bunlardan biraz daha ağır olacağına hazır olsunlar və yaxşı olardı ki, həmin şagirdlər yeni çıxan test toplularında olan ətraflı sualların, ətraflı misalların həlləri ilə tanış olsunlar, həllərinə baxsınlar. Dövlət İmtahan Mərkəzinin təqdim elədiyi suallarla yaxından işləsinlər. Hər birinizə bu çətin yolda uğur arzu edirəm. Çəkdiyiniz zəhmətin, əziyyətin inşallah ki, qarşılığını da görərsiniz. Sağ olun. Kanala abunə olmağı və dostlarınızla bölüşməyi unutmayın. Növbəti dərslərdə görüşənə qədər. Növbəti dərslərimiz artıq blok köməkli olacaq. Sağ olun. Görüşənə qədər.